Yemenə. Mama. Süperdi, əla. Nənəmin qızıl gül mürəbbəsindəndir. Kənddə yeməzdim amma burada ürəyim getdi. Mən bu qızım da mürəbbəd, bal, Sen kızım severim. değilim. Kimin Kimin qızısan mən? qızsan? Ben Hə. Kimin? Alina'm. Əllə qızsa. Sən kimin oğlusan? Ben aşkım. Benim bebeki. Ablanın aşkı beğeni. Bebi aşkım. Sən oğlana bax. Bolacam o. Koyu da Biz böyle değil de yani Nə var şey, da. çox gözəl, çox romantik. Nağıllarındakı bir yerdə var. Sanki nağıllardan bir parçadır. Çok güzel. Bu arada biz buradaki ilk Azərbaycanlılarıq, yəni polyaklarla danışan ən azından. Ən azından polyakla danışmaqdan təsəvvürlər arada Azərbaycan dili biraz yadırlayıram, amma ehtimallara baxmaraqda yəni öz dilimdə yadırlamayacağım və cəhd eləyəcəm. Ən azından özümə söz vermişəm 2 il ərzində 4 dil bilsəm, 5 dil bilsəm bəs eləyir. Əslində bilirəm, Türk, Azərbaycan 2 dil getdi, Rus dili 3 dil getdi, polyak dili 4 dil bilirəm. İngilisi sən verirəm. Sən beş ol. Sənə plus verirəm, sən 5 ol. Hə? Eyvallah. Mən aşiq olmuşam. Xoşun gəldi, səni Cöharalara gətirmişəm. Mən Varşavadan sırf bu kofe shop üçün gəlmişəm Boza. Yəni Gəlin, biz axışın xeyli bura. yol gəlmişik, hə. Həqiqətən də yəni bugünkü günümüz elə bil ki 1 il yaşayışımıza dəyər. Amma bu şəhərin, yəni düzdür, Polşanın böyük şəhərlərindəndir. Yəni Varşavaya çıxmasa da. Mən elə bilirdim ki, izlədiyim bütün hər yeri gəzə biləcəm, amma mümkün deyil. Doğrudan da çox gözəldir, biraz da gün qısadır. Yəni bu şəhəri doya-doya gəzmək istəyirsə bir 3-4 gün ayırmaq lazımdır. İnşallah növbəti səfərimizdə də başqa gözəl yerləri sizə göstərəcəm. İnşallah başqa yerlərə gedəcəyik. Evet, Səfərlərimiz bizi izləyin çünki mən sizə hər yerdə görmədiyiniz ən maraqlı yerləri göstərəcəm. Azərbaycanlıların ummadığı polyakların yerdə belə olmadı. blogerlərinin tam olaraq paylaşmadığı ən gözəl yerləri. Azərbaycanlılar ümumiyyətlə yoxdur. Bir ilkəm. Təşəkkürü kimə bildirirsən? Əlbəttə ki, sənə. Həm maliyyə, həm də nəqliyyata görə. Mən sadəcə planlamanı eləmişəm. 4 uşaqla xoşbəxtçilik, ailə, gözəl yaşayış. Düzdür, milyoner olmağımıza ehtiyac yoxdur. Gözəl yaşağımız, belə yaşayış, belə yəni gözəl yerləri görmək həqiqətən milyonlarla pula dəyər. Bu da Azərbaycan samavarımız. Əslində bu kafe shopun əsas məsələsi Dəmir çay ilə bağlı olan bütün dünya mədəniyyətlərinin incilərini bir araya toplamaqdır. Şəkillərimiz də yəni Çünki hardan baxsaq dünyanın bütün mədəniyyətləri bir-birinə oxşuyur. çox köhnə samavarlar var. Bizi də orada Peçin yanında da yanır və böyündə samavar. Daha doğrusu gözəl. Yer möhtəşəmdir, amma biraz havası məncə soyuqdur. İçəri soyuq. Səri çay içirsən, məsələn, biraz sərin Başqa bir istilik yeri yoxdur ona görə. İstiliyi yaradır Soğuk da yoxdur, yəni normaldır. Uşaqlar yəni bu dərəcədə yəni soyuqdur, şöşə gəlib burada istilik çıxardıblarsa demək. Mənim üçün şəxsən istidir, soyuq. Mənə biraz da soyuq. Əsas da tuvaletin gəlib burada görməyə dəyər. Oy, tualeti ayrıca çəkmişəm. Yəni normalda mən tualetdə şəkil çəkdirməyə çox qarşı insanam, amma evim olsa o tualetdən istəyirəm. Göstərəcəm sizə necə bir yerdir, yəni başqa bir videoda. İnşallah başqa videolarda Adamlar çox super şey eləyiblər və izləyin, həqiqətən o qədər qəşəng videolar sevmişəm ki, hamısını da bir-bir sizin üçün paylaşacağam. və başqa videolarda çəkəcəyik tezliklə. İnşallah ki, daha doğrusu fikirlərimiz, planlarımız başqa ölkələrdə çəkməkdir. İnşallah. Olduğumuz ölkə də başqa ölkədir, yəni Polşadır. Amma Polşa olaraq Bu daxil gəzintidə əsas məqsədimiz nədir? Körpə uşaqlı ailələr heç nəyi bəhanə eləməyin. Çox az büdcə ilə də çox gözəl yerləri görüb ailənizlə bir yerdə çox gözəl, necə deyim, təcrübələr qazana bilərsiniz. yəni bir gün işlədiyin, hardasa belə götürəndə əziyyət çəkdiyin pulu
pulla gəlib bir gün istədiyin yerlərdə istirahət edə bilirsən. Ən azından Avropada deyənə. Avropanın qazanclarına görə elə çox qəşəng, müddəsi normaldır. Şəxsən mən bir gün işləsəm, bir günün pulu ilə bura gəlmiş. Belə deyə bilərəm. Oldu gələn görüşlərdə. Sağ olun.